Azərbaycan kubokuna son 75 gün. Oyandıqdan sonra dişlərimi fırçalayıb çəkmə baxıram. Həmişə olduğu kimi vakuumumun dərinləşməsi üçün hər səhər vakuumumu edirəm. Səhər tezdən ləzzətli və gözəl görüntülü yemək qarşımdadır. Yulaf o qədər yumşaqdır ki, elə bil qarmaqdır. Yedikdən sonra gedirəm işə. Axırı ki gözlədiyim marşrut gəldi. Çatdım işə. Qapını təbii ki mən açıram. Yavaş-yavaş işıqları yandıram. Bu his çox gözəldir. Düşünürəm hər badici həyatında bir dəfə də olsun bu hissi yaşamalıdır. Zalımla işıqları yandı. Təbii ki, ilk mənim idmanım atılmalıdır. 5 qram kreatin, 7 qram stimulat, 1 qram Himalaya düzümü şeklində əlavə edib qarışdırıb içdim. 40 dəqiqə sonra idmanıma başlayıram. Təbii ki, balıqları da yem verməyi unutmam. İdman zamanında dostum Gülbala ilə sinə çiyin idman atıram. Gülbala da yaxşı formadadır. 45 kilonun son alır. Təbii ki, həmişə olduğum kimi hər yanaşmada tükənişə gedirəm. Burada da, yan çiyində də, arxa çiyin və hətta qarında da. İdmanımı bitirdim. Həm mens fizikin, həm klassik fizikin səhnəsinə çıxacağım üçün hazırlıqlar üzərində işləyirəm. Sərbəst çıxışımdan da sizlərlə bir hissə bölüşüb keçdim Gülbala ilə kardioya. Daha sonra yeməyimi yeyirəm. Aşağı kalorida getdiyim üçün yanımda su olur. Tələbələrim gəldikdən sonra da tələbələrimlə məşğul oluram. İş vaxtım bitdi, gedirəm evə. Anam sağ olsun, evə gələnə kimi yeməklərimi hazır etmişdi. Yeməyimi yedikdən sonra günümü bitirib gedirəm yatmağa. Bir vlogun sonuna gəldik. Video maraqlı oldusa bəyənməyi unutmayın.